Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən növbəti ildən etibarən əmək haqqıları 2500 manata dik olan vətəndaşlardan 3% gəlir vergisi tutulacaq. Oxu Az xəbər verir ki, bununla bağlı fikirlərini Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. Bəs özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq? Və Bayramov qeyd edib ki, məcəlləyə əsasən bütövlükdə bütün muzlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur. Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq. 1000 manat çıxılsın 200 manat, vurulsun 3%. Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, həyat yoldaşlarının və övladlarının hər hansı muzlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa, heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat. 1000 manat çıxılsın 800 manat, vurulsun 3% vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur. Qazilərimiz, yəni müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni, gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əmək haqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat, 1000 manat çıxılsın 400 manat, vurulsun 3% vergi ödəyəcəklər. Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlar ilə yanaşı, son illər ölkəmizdə orta aylıq əmək haqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinə baxılıb artırılması məqsəd uyğun olardı, deputat qeyd edib. Gələn ildən icbari tibbi sığortanın xidmətlər zərfinin genişləndirilməsi planlaşdırılır. Həmçinin ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub. Konkret Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, tibbi sığorta haqqında qanuna edilən dəyişikliklə həmçinin bəzi dərmanlar pulsuz veriləcək. Pasiyentlər yalnız tibbi xidmət deyil, ambulator şəraitdə müalicə zamanı dərman vasitələri ilə də pulsuz şəkildə təmin olunacaqlar. Bildirilib ki, bu yeniliklər əhalinin dərman vasitələrinə əlçatanlığını artırmağa xidmət edəcək. Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən idarəetmə sistemləri və riyaziyyat və mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb. Axar Az xəbər verir ki, bu barədə editor Az məlumat yayıb. Məlumatda bildirilir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu, texnika elmləri doktoru Elxan Səbziyevdir. Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov vəzifəsini itirib. Onunla yanaşı keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da vəzifəsi ilə vidalaşıb. Texnika elmləri doktoru Professor Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru işləyirdi. Mövcud bahalaşma fonunda əhalini ən çox narahat edən məsələlərdən biri də çörəyin qiymətidir. Xüsusilə son illərdə un məmulatlarında müşahidə olunan ardıcıl artımlar 2026-cı ildə çörəyin yenidən bahalaşacağı ilə bağlı sualları gündəmə gətirib. Maraqlıdır, gələn il çörəyin qiyməti arta bilərmi? Bu barədə konkret az açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, son illərdə un məmulatları, xüsusilə də çörək üzrə qiymətlərdə tədrici artım müşahidə olunub. 2 il əvvəl 50-60 qəpik aralığında satılan çörəyin qiyməti hazırda 90-95 qəpiyə çatıb. Çörək daim dövlətin diqqətində olan strateji məhsuldur və qiymətlərin kəskin artmaması üçün dövlət dəstəyinin 2026-cı ilə qədər davam edəcəyi gözləniləndir. Bu baxımdan ciddi bahalaşmadan danışmaq çətin olsa da mərhələli artım ehtimalı mövcuddur. Ekspert mümkün qiymət artımını bir sıra amillərlə əlaqələndirib. Logistika və enerji daşıyıcılarının bahalaşması, istehsal və daşınma xərclərinin artması, sektorda əmək haqlarının yüksəlməsi, inflyasiya təzyiqləri, un istehsalında xarici asılılıq. Çörəyin əsas xammalı olan unun böyük hissəsi xaricdən idxal edilir və yerli istehsal tələbatı tam ödəmək gücündə deyil. Bu isə xarici bazarlarda qiymət artımının birbaşa olaraq çörəyin maya dəyərinə təsir göstərməsinə səbəb olur.
Oruc vurğulayıb ki, dövlət sosial siyasət çərçivəsində çörəyin qiymətinin kəskin artmasının qarşısını almağa çalışacaq. Dövlət ya qiymət artımının minimum səviyyədə qalmasına çalışacaq, ya da əmək haqları və sosial müavinətlərin artırılması yolu ilə bu artımı kompensasiya edəcək. Çünki çörəyin qiymətindəki dəyişiklik yoxsulluq səviyyəsinə ciddi təsir göstərir. Faiz göstəricilərinə toxunan ekspert bildirib ki, əgər dövlət subsidiyaları olmasa, mövcud xərclər nəzərə alınmaqla 2026-cı ildə çörəyin qiyməti hətta 50%-ə qədər arta bilər. Lakin subsidiyaların davam edəcəyi halda qiymət artımının 5-10-15% civarında olacağı gözlənilir. Sonda Oruc bildirib ki, 2026-cı ildə dövlət dəstək resursları məhdud olsa da, çörəyin Azərbaycan cəmiyyətində strateji və sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə yardım siyasətinin davam etdirilməsi gözlənilir. Çörəyin qiyməti bazar münasibətlərinin və sərbəst tənzimləmənin ümidinə buraxılmayacaq. Əks halda qiymət artımı daha yüksək ola bilər. İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır. Konkret AS xəbər verir ki, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt AZ açıqlamasında bildirib ki, hər il olduğu kimi bu ildə Smart Kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yeniləcək. Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər. Vəliyev qeyd edib ki, bu sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir. Sıfırlanma deyəndə abonentlər təşvişə düşür. Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir. O qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmetrlik limitlə əldə edəcəklər. Bu isə 12,5 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın 1 kubmetrinə görə 12,5 qəpik ödəyirlər. Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 22 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 30 qəpikdən hesablanır. Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bilər. Əmlakçılar və daşınmaz əmlak üzrə ekspertlər bu qənaətdədirlər. Mütəxəssislərin fikrincə, xüsusilə bahalı mənzillərin qiymətində enmə daha qabarıq hiss ediləcək. Qeyd olunur ki, 2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə mənzil qiymətlərində sürətli artım qeydə alınıb. Lakin növbəti ildə bazarda tendensiyanın dəyişəcəyi gözlənilir. Əmlak bazarında əsas dəyişiklik daha çox 5 mərtəbəli binalardakı, eləcə də bir otaqlı və sahəsi kiçik olan mənzillərdə müşahidə olunur. Hazırda bu tip mənzillərin qiyməti 110-120 min manat civarındadır. Lakin alıcılar artıq bu məbləği ödəmək istəmirlər. Satışda tələsən şəxslər qiyməti 105 min manata qədər endirməyə məcbur qalırlar. Əhalinin əsas tələbatı aşağı və orta qiymətli mənzillərə yönəldiyindən bu segmentdə qiymətlərin daha çox stabilləşəcəyi gözlənilir. Ekspertlər bildirirlər ki, bu kateqoriyada 2-5 min manat aralığında cüzi ucuzlaşma baş verə bilər. Daha ətraflı ATV-nin video materialında.